Uşağının qurdu var, dişin qızıyır, nəfəsindən pis qoxu gəlir, əsəbidir, iştahsızdır. Onda videoya sona qədər qulaq as. Çünki sənə heç bir dərman vasitəsindən istifadə etmədən cəmi 3 günə qurd və parazitlərə istər uşaqlarda, istər böyüklərdə son qoymağın yolunu göstərəcəm. Amma əvvəlcə ekranda gördüyün ürəyi zəhmət olmasa qızart, profilimin üzərində olan pil işarəsinə də toxunun ki, video ehtiyacı olan hər kəsin qarşısına çıxsın. Deməli götürürsünüz 5 diş sarımsağı, əzirsiz, üstünə 200 milli, yəni 1 stəkan qaynar süd əlavə edib 20 dəqiqə dəmlədirsiniz. Dəmləyəndən sonra süzürsünüz. Gündə 3 dəfə yeməkdən yarım saat sonra asta qurtumlarla stəkanın 3də 1 hissəsini içirsiniz. Çox qısa müddətdə faydasını özünüz görəcəksiniz. Videodan faydalanan şəxslər, effektin görən şəxslər videoya yorum bölümünə mütləq yazsınlar. Bu cür faydalı videoların davamı üçün kanalıma abunə olmağı, takip butonuna toxunmağı unutmayın. Növbəti videolarda görüşərik. Özünüzə yaxşı baxın.